Salam dostlar. Bugün sizlərlə bərabər 2025-ci il 1 iyun tarixində keçirilmiş qəbul imtahanında informatika fənni üzrə düşən sualların bir-bir həllinə baxacağıq. Videonu bölmüşəm hissələrə və hər bir videoda müəyyən bir sualların həllinə baxacağıq. İlk öncəliklə gəlin belə bir Python sualına baxaq. Ümumiyyətlə qəbul imtahanlarında ən çox düşən suallar Python sualları olur. Gəlin ilk öncə belə bir Python sualının həllinə baxaq. Bu bizim def funksiyamızdır. Değişik belə bir proqram verilir və bunun sonunda nəticəsi. Yəni, baxın, bu sonu istəyir, print B-ni istəyir. Belə bir funksiya olanda ilk öncə gəlin f-a-ya müraciət edək. F-a nədir? Gedirik birinci f funksiyamıza. Deyək ki, a-mız da 5-dir. Demək, biz f5 ilə bura müraciət edəcəyik. Demək, m-miz burada 5 oldu. Artıq a yox, m oldu. Çünki burada içəridə m-dir. Deyək ki, m bərabərdir. M vurulsun, yəni m vurulsun 2, o da vurulsun c-m-ə. Yəni, bu deməkdir ki, 5-i vur 2-yə, bu da C5-ə. Amma mən baxıram ki, məndə C5 yoxdur. C5 aşağıdadır. Demək, biz birinci burada C5-i tapacağıq, ondan sonra biz artıq cavabı hesablayacaq. Gəlin, indi burada C5 ilə bura müraciət edirəm. Demək, K-in burada 5 oldu. Deyək ki, K bərabərdir, K vurulsun 4-ə, yəni 5 vurulsun 4-ə. Burada da bizim K-mız 20 oldu. Return K demək ki, K-nın qiymətini qaytar. Return qaytarmaq deməkdir. Demək, 20. Bizim C5-in cavabı 20 oldu. Demək, bu 20-dir. Demək, 5 vur, 2 vur, 20. Elədi 10, bu da idi 200. Demək, bizim buradan M-i 200 tapdıq. Daha sonra isə deyir ki, N bərabərdir. C-M. M-imiz artıq 200-dür. 5 yox artıq 200. Bax, bu 5 getdi artıq. Burada M yeni qiymət aldı. Dəyişənin dəyişmiş qiyməti. C200 ilə müraciət edəcək. C200 plus 10. İndi mən yenidən gəlib C200-ü tapmalıyam. C200 də yenidən buradan tapacağam. Demək, bu dəfə biz C200 ilə müraciət edəcəyik. C200, yəni K-in burada olur 200. Deyək ki, K bərabərdir. K vurulsun 4-ə. Demək, 200 vurulsun 4-ə. K-im oldu 800. Return K da demək ki, K-nın qiymətini qaytar. Demək, K-im oldu 800. Demək, buradan da 800 plus 10-dan cavab elədi 810. Amma diqqət edək, bizdən m plus n istəyir. Yəni ki, 200 ilə 810-un bizə cəmini qaytar. Yəni, 810 plus 200 bizim burada cavabımız oldu 1010. Demək, cavabımız E variantı. Burada ən diqqət ediləcək məqam, burada m-in dəyişmiş qiymətin nəzərə alınmasıdır. Bu bizim birinci sualımız. İndi gələk ikinci suala baxaq. İkinci sualımız HTML-dən belə bir sual nümunəsidir. HTML də hər il qəbul imtahanına düşən tipik sual nümunələrindəndir. Deyir table, yəni demək bizim bir cədvəlimiz var. Onun başlığı var. Demək, fən deyə bir başlıq var. Ümumiyyətlə, U bizim kursiv yazılır. Kursivi göstərir, yəni bizim kursiv göstərir yazılır. B qalın göstərir. Qalın yazmışı. Deyir ki, demək birinci, daha doğrusu U kursiv, U altdan xət. I-dır kursiv, I kursivdir. Kursiv yazılan I-dır. U altdan xəti göstərir. Altdan xət. Deməli, deyir ki, bizim fən U-dur. Demək, nə olacaq? Fənimiz. Altdan xət çəkilərək yazılacaq. Gəlin, baxın, A variantda altdan xət yoxdur. A variantı getdi. Sonra baxaq görən hansı variantlar. Belə variantları çıxda şeylər tapmaq daha rahatdır. Daha sonra da müəllim. Müəllim kursiv yazılmalıdır. Müəllim, bax, belə maili kursiv. Görək, harada yazılır belə müəllim. Görür ki, bütün variantlarda kursiv var. Deməli, müəllim kursiv olacaq. Daha sonra da riyaziyyat, bax, B. B qalın demək. Yəni, riyaziyyat sözü qalın yazılmalıdır. Baxırıq ki, hamısında qalın yazılıb. Daha sonra təranə müəllim. I yazılıbsa, I nədir bizə kursiv. Görək, təranə müəllim harada kursiv yazılıb. Görür ki, hamısında kursiv yazılıb. Sonra İngilis dili B. B nə deməkdir? Qalın. Demək, İngilis dili qalın yazılan variantlar tapacaq. Görür ki, məsələn, B variantında qalın yazılıb. Demək, B variantda getdi. Sonra nə dedi? Lalə müəllim U, yəni altdan xətt. Görək, Lalə müəllim harada altdan xətt çəkilib? Baxırıq ki, Lalə müəllimə, bax, burada altdan xətt çəkilib. Demək, bu variant getdi. Artıq iki variant arasında qalacaq. Görürəm ki, məsələn, burada C variantda müəllim həm kursiv yazılıb, həm altdan xətt çəkilib. Yəni, həm U eləyib, həm I eləyib. Amma mən baxıram ki, müəllim təkcə I elənməlidir. Yəni, altdan xətt olmamalıdır. Demək, C də getdi, variantım qaldı Y variantı. Sonra üçüncü sual. Say sistemlərinə aid bir nümunəmizdir. Say sistemlərdə deyir 246 7-lik say sistemindədir. Onu 8-lik say sistemində göstər. Ən rahat üsul 7-lik say sistemini birinci onluq say sisteminə çevirməkdir.
Ondan sonra onu 8'li say sisteminə çevirməkdir. Digər say sistemlərindən onluq say sisteminə keçid üsulu. Biz yuxarıdan başlayaraq nömrələyəcəyik 0, 1, 2. Daha sonra 2-ni vuracaq 7 üstü 2-yə, plus 4'ü vuracaq 7 üstü 1'ə, plus 6'ı vuracaq 7 üstü 0'a. Buradan qiymətimiz tapılanda görürük ki, bu 49 eləyir. 2-ni vuracaq 49'a. Burada cavabımız eləyəcək 8, 1 də ya da 98. Sonra 4'ü vuracaq 7, 28. Nə üstü 0 həmişə 1 verir. Bax, bu 1 deməkdir. 6 vuracaq 1, bu eləyəcək 6. Demək, 98 plus 28 plus 6. Cavabımız da eləyəcək demək 6. Buradan alacaq. Demək 6 bir yadda eləyəcək 126 üstə plus 6. Bu da eləyəcək 132. Demək 132 onluqda olacaq. Biz aldıq bunu onluqdan. İndi deyir ki, bunu da 8-yə çevirmək lazımdır. Onluqdan digər say sisteminə keçid edən zaman isə hansı say sisteminə keçiririksə, ona biz bölə-bölə gedəcəyik. Yəni ki, 132-ni böləcəyik 8-ə. Demək, bir dəfə çıxacaq 8, qaldı 5. 52-nin içində isə 8 düşəcək 6 dəfə. Çıxdıq 48-i. Demək, buradan cavabı biz aldıq. Qalğımız qaldı 4. Bu qalıq olduğu kimi qalır. Yenidən 16-nı böləcəm 8-ə. Düşəcək 2 dəfə. Çıxacam 16-nın qaldı 0 və arxadan qabağa gələcək. 2, 0, 4, 8'li say sistemində. Demək, cavabımız oldu belə. Görək burada hansı variantda? Burada deyil, cavab C variantı.